Salam, hər vaxtınız xeyir. Bu gün mən sizə Basadın Təpəgözü öldürdüyü boyla bağlı izah verəcəm. Bir gün Oğuzların yurdlarına düşmən basqın etdi. Onlar gecə ilə qorxub köçdü. Burada Oğuzların qorxaraq köçməsinə yer verilibdi. Səbəb düşmən basqını idi. Qaçıb gedərkən Aruz qoca körpə oğlu düşüb yolda qaldı. Bir şir tapdı, onun oğlunu götürdü, bəslədi. Bir müddətdən sonra Oğuz cəmaatı yenə də yurduna qayıtdı. Oğuz xanın yılxıçısı gəlib xəbər gətirdi. Dedi: "Xan, qamışlıqda bir şir çıxır. Sıçrayıb qaçmağa adam kimidir. Atı vurub basır, qanını sümürür. Deməli, burada gətirib xəbər çatdırır ki, bunu kim ilxıçı deyir, bir adama bənzər, şirə bənzər adam tapılıbdı. Aruz dedi: "Xan, bu bəlkə yerimdən qaçanda düşüb etən körpə oğlumdur." Deməli, ilxıçının gətirdiyi bu xəbər Aruzu şübhəyə salır və şübhələnir ki, bu artıq onun öz oğludur. Bəylər atlandılar, şirin yatağı üzərinə gəldilər. Təkcə Aruz gəlmir, bəylərin hamısı gəlir. Şir qaçıb oğlanı tutdular. Aruz oğlanın evinə gətirdi, şadlıq etdilər, yemək içmək oldu. Amma oğlan nə qədər saxlayıb ovundururdularsa durmadı. Şirin yatağı yerinə qaçdı, yenidən tutub gətirdilər. Bunu belə görəndə Dədə Qorqudun birinci gəlişi. Əsasən bu boylarda Dədə Qorqud əsərin əvvəlində gəlmirdi. Amma burada görür ki, həm əsərin əvvəlində, həm də sonunda gəlir. Və ona nəsihət verir. Oğlum, sən insansan, heyvanlarla həmsöhbət olma. Hətta burada Dədə Qorqud ortada da gəlir Təpəgözə nəsihət vermək üçün. Gəl yaxşı atları min, yaxşı igidlərlə birgə çap. Böyük qardaşının adı Qıyan Səlcikdir. Sənin adında Basad olsun. Adını mən verdim, yaşını Allah versin. Deməli, biz burada Basadın qardaşının adını Dədə Qorqudun dilindən eşidirik ki, Qıyan Səlcik olmuşdu. Oğuz cəmaatı bir gün yaylağa köçdü. Aruzun bir çobanı vardı. Qonur qoca, sarı çoban deyərdilər adına. Oğuzların önündə bundan əvvəl kimsə köçməzdi. Deməli, cəmaat bir gün yaylağa köçəndə sarı çobandan əvvəl heç kim köçməzdi. Uzun bulaq deyilən məşhur bir bulaq var idi. Və birdən qoyunlar ürkdü. Çoban qabağında təkəyə hirsləndi, irəli getdi. Gördü ki, bir dənə ət topası var. Par parıldayır. Deməli, orada ət topası görmüşdü. Çoban ət parçasına vurduqca ət topası böyüdü. Çoban həmin yağına qoydu, qaçdı. Qoyunların ardına düşdü. Və çoban niyə onu qoyur, qaçır? Deməli, bunun belə bir əfsanəsi var ki, çoban bir gün bir pəri ilə bir yerdə olur. Daha sonra bu pəridən ayrılır. Pərinin çobandan bir uşağı olur, amma bunu çobana demir. Və pəri bir deyir ki, bir gün zaman gələcək, mən sənin başına elə oyun açacağam ki, sən oyundan heç bir zaman qurtara bilməyəcəksən. Deməli, çoban artıq burada şübhələnir ki, bu onun pərinin bir oyunudur. Deməli, ona görə qaçır, qoyur, qaçır. Sən demə, o zaman Bayandır xan bəylərlə gəzməyə çıxıbdı. Bu bulağın üstünə gəldilər. Bulağın adı nə idi? Deyin görüm. Bəli, uzun bulaq. Yadda saxlayın ha. Gördülər ki, bir təəccüblü şey yatır. Başı, ayağı bilinmir. Çevrəyə aldılar. Bir igid atdan düşüb onu tərpətdi, vurdu. Vurduqca da eni vurdu, silkələndi. Birdən bir oğlan uşağı çıxdı. Gövdəsi adam gövdəsi idi. Təpəsində də bir dənə gözü vardı. Aruz bu uşağı götürüb ətəyinə sardı. Dedi: "Xanım, bunu mənə verin, oğlum Basadla böyüsün. Bunu Bayandır xana deyə." Bayandır xanın heç bir boylarda adı çəkilmir. Ümumiyyətlə iştirakı yoxdur, amma Təpəgözün öldürdüyü boyda nitqinə də yer verilibdir ki, sənin olsun. Aruz Təpəgözü götürüb evinə gətirdi. Buyurdu, bir dayə gəldi. Uşaq dayənin canını aldı. Birinci dayəni öldürür. Bir neçə dayə gətirdi, o dayələri də öldürür. Gördü olmur, südlə bəsləyib dedilər. Gündə bir qazan süd çatmırdı. Bəslədilər, böyüdü, gəzməyə başlayandan sonra oğlan uşaqlarla oynayırdı. Uşaqların birinin burnunu, birinin qulağını yeməyə başlayırdı ki, xülasə cəmaat bunun əlindən zara gəldi. Aciz qaldılar. Aruza şikayət elədilər, ağlaşdılar. Aruz Təpəgözü döydü, söydü. Təpəgözü döyməsi var idi. Belə hərəkətləri qadağan etdi ona. Təpəgöz sözünə baxmadı. Axır ki, Aruz onu evindən qovmaqla hədələdi və qovdu. Təpəgözün pəri anası vardı. Dedim, bu sarı çobanla bir yerdə olmuşdu. Oğlanın barmağına gətirib bir dənə üzük taxır ki, həmin üzükdə də oğul sənə ox batmasın, bədənini qılınc kəsməsin. Ona görə o Təpəgözü öldürmək olmurdu. Təpəgöz Oğuzların arasından çıxdı, bir uca dağa getdi, dağda məskən saldı, yol kəsdi, adam oğurladı. Böyük bir quldur oldu. Üzərinə bir neçə adam göndərdilər. Ox atdılar, batmadı, qılınc vurdular, kəsmədi, süngünü sancdılar, yerimədi. Çoban, çoluq qalmadı. Təpəgözün hamısı yedi, Oğuzların içində adam yeməyə başladı. Oğuzlar yığışıb onun üstünə gəldilər. Təpəgöz görüb qəzəbləndi. Bir ağac qoparıb yerindən atdı, 50-60 adamı həlak elədi. Və Təpəgözün bir ağacı qoparıb yerindən atması, 50-60 adamı həlak eləməsi mübaliğəli verilibdi. Qazana elə bir zərbə vurdu, dünya başında daraldı. Hətta qazana da zərbə vurdu. Burada Qazan
xanım düşə bilər ki, Qazanın məğlub olmasına yer verilməyibdir. Bu yanlışdır. Deməli, Qazanın məğlubiyyətinə yer verilibdir Təpəgözlə döyüşdə. İgidlərin bəziləri Təpəgözün əlində canını tapşırdı, bəziləri məğlub olub geriyə qayıtdı. Oğuzlar Təpəgözə heç nə edə bilmədilər, vahiməyə düşüb qaçdılar. Oğuz yurdu Təpəgözün əlində əsir olub qaldı. Gedib Dədə Qorqudu çağırdılar. Dədə Qorqudun bu ikinci gəlişidir, ortada gəlir. Onunla danışdılar. Gəlin pay ayıraq, xərac verək dedilər. Dədə Qorqud Təpəgözün yanına göndərdi. Gəldi, salam verdi. Dedi: "Oğul, Təpəgöz, Oğuz yurdu əlindən əsir olub viran qaldı. Sənin ayağına məni göndəriblər. Sənə vaxtaşırı deyib pay da verək deyirlər." Təpəgöz dedi ki, gündə mənə 60 dənə adam yığıb verin yeməyə. Dədə Qorqud dedi ki, sən gündə 60 adam yesən, adam qalmaz ki. Hamını yeyib qurtarsan. Amma gündə deyir ki, sənə 2 adamla 500 dənə də qoyun verə bilərik. Buna razı gəlmir. Dədə Qorqud belə deyəndə Təpəgöz dedi: "Yaxşı, elə olsun. Lakin mənə 2 dənə də əlavə adam verin ki, mənim yeməyimi bişirsin." Dədə Qorqud da deyir ki, yaxşı. Dədə Qorqud Bunlu qoca və yapaqlı qoca adlı 2 dənə qoca var idi ki, Təpəgözün xörəyini bişirmək üçün göndərir. Bir də gündə 2 adamla 500 qoyun istəyir. Cəmaət bununla razılaşır. 4 oğlanın birini verdi, 3'ü qaldı. 3 olan birini verdi, 2'si, 2 olan birini verdi, artıq bir oğlu qaldı. Deməli, Qapaqan adlı bir kişi var idi. Bu kişidə 2 oğlu var idi. Bir oğlunu vermişdi. İndi dairəvi də saat əqrəbi istiqaməti dolanıb gəlmiş, yenə də Qapaqana çatmışdı. İndi bir oğlu var idi. Anası buna qarşı çıxır, fəryad edir, zar-zar ağlayır ki, mən oğlumu verə bilmərəm. Aruz oğlu Basat da döyüşdən gəlirdi. Qapaqan qocanın arvadı, Qapaqan qocanın özü yox, arvadı eşidir ki, Basat döyüşdən gəlir. Bu zaman gəlib deyir ki, gedim Basatdan yanına. Oğlanın anası dedi: "Basat indi çapqınçılıqdan gəlib. Bəlkə gedim onun yanına, o mənə əsir verər, mən də oğlumun əvəzinə əsir verərəm ora." Basat oturmuşdu. Gördü bir qadın gəlir, salam verdi. Ovucularına sığmır lələkli oxum. Bunu Qapaqan qocanın arvadı deyir. Yaxşı. Yekə-təkə buynuzundan yayın var. İç Oğuzda, dış Oğuzda bəllidir adın. Aruz oğlu Basat, kömək et mənə. Basat dedi: "Nə istəyirsən?" Qadın dedi: "Vəfasız dünyada bir kişi meydana çıxıb Oğuz elini yaylağa köçməyə qoymadı." Və birinci məlumatları Qapaqan qocanın arvadı çatdı. Böyük iti polad qılınclar bir tükünü kəsə bilmədi. Nizə oynadanlar dərisini dələ bilmədi. Ox atanlar ona kar etmədi. İgidlərin başçısı Qazana zərbə vurdu. Qardaşı Qaragünə onun əlindən əzildi. Ağsaqqallı atan Aruza qan qusturdu. Meydanda qardaşın qıyan Səlçikin ödü yarıldı. Can verdi. Qalan Oğuz bəylərindən kimini şikəst etdi, kimini həlak elədi. 7 dəfə Oğuz elini yerindən qovdu. Neçə dəfə? 7 dəfə. Xərac istədi, aldı. İndi gündə 2 dənə adam istəyir. 500 dənə də qoyun istəyir. 2 qocanı ona xidmətçi veriblər. 2 oğlum vardı, birini verdim, biri qaldı. Növbə fırlanıb mənə çatıb. Onu da istəyirlər. Xanım, mənə kömək et. Deməli, baxın, əsərdə dedik ki, Qapaqan Təpəgözlə Dədə Qorqud burada 3 dəfə gəlir. Birinci Basada ad vermək hissəsi idi və deyir ki, sənin qardaşının adı Qıyan Səlcuqlu. İkinci hissədə Təpəgözlə görüşdə gəlir. Təpəgöz 60 adam istəyir. Dədə Qorqud deyir ki, adam olmaz. Çatmaz da 2 adamla 500 qoyun verir. Növbəti hissədə isə sonda gəlir Dədə Qorqud. Basada bütün məlumatları Qapaqan qocanın arvadı çatdırır. Basadın qaranlıq çökmüş gözləri yaşla doldu. Qardaşından ötürü görək xan nələr söylərdi. Qayalıq yerdə tikilmiş otaqlarını o zalım yıxmışdır yəqin qardaş. İti qaçan atlarını tövləndən o zalım seçmişdir yəqin qardaş. Fərəhlənib gətirdiyin gəlini o zalım səndən ayırmışdı. Ağsaqqallı atamı oğul deyə ağlatdın yəqin qardaş. Ağcı üzlü anamı sızlatdın qardaş. Qardaşımdan ayrıldım deyə çox ağladı, zarladı. Basat həmin qadına bir əsir verdi. Dedi ki, bu əsiri apar, öz oğlunun yerinə qoy. Deməli, qadın da həmin əsiri götürdü, gəldi oğlunun yerinə verdi. Həm Aruz oğlunun gəldi deyə muştuluqladı. Deməli, Aruz oğlunun gəlməsini Qapaqan qocanın arvadı muştuluqluyur. Və Basat da gəlib anasının, atasının əlindən öpür. Ağlaşdılar, hönkürdülər. Oğuz bəyləri toplaşdı. Yemək içmək məclisi oldu. Basat dedi: "Bəylər, qardaşımın qanını almaq üçün Təpəgözlə qarşılaşmaq istəyirəm. Nə deyirsiniz?" Basat burada birinci məsləhət alır ki, nə deyirsiniz? Amma yenə də öz bildiyini edir Basat. Qazan bəy burada söylədi. Deyib böyük nəhəng oldu Təpəgöz. Göydə deyib Təpəgözü çevirdim, amma mən onu yıxa bilmədim. Görürsüz, burada nəzm nəsir fərqlənmir. Elə bil ki, nəsr formasındadır, amma şeir kimi yazıblar. Böyük qəplon oldu Təpəgöz. Uca dağlarda fırlandıq, yıxa bilmədim Basat. Quduz aslana döndü Təpəgöz. Qalın qamışlıqda yıxa bilmədim Basat. Deyir o qaplan oldu.
Onu yıxa bilmədim, aslana döndü, yıxa bilmədim. Deyir, igid olsan yaxşıdır, amma mən Qazandan deyirsən artıq ola bilmərsən ki, mən yıxa bilməmişəmsə, sən heç yıxa bilmərsən. Deyir, ağsaqqallı atanı ağlatma, ağbirçəkli ananı zarratma. Bunu deyən Qazan olur. Basat dedi, mütləq gedəcəyəm. Qazan dedi, özün bilərsən. Atası da ağlayır ki, qoymaq istəmir də, bir oğlum ölübdü, ikincisini də verməyib. Basat dedi, yox, ağsaqqallı əziz ata, mən gedirəm. Deməli, burada atasını saymır və atasına qarşı çıxır. Amma şeydə də var idi, Uruz Qazan xanın oğlu Uruz da atasına qarşı çıxmır. Atası deyir, dur burada, o da durur ki, döyüşə girmir də, Uruzun dustaq olması boyda. Atasını eşitmədi. Paltarının qolundan bir tutam ox çıxardı, qurşağına keçirdi. Qılıncını qurşandı, yayın qolundan saldı. Ətəklərini yığışdırdı. Atasının, anasının əlindən öpdü, halallaşdı, salamat qalın dedi. Təpəgözün olduğu Salaxana qayasına. Bax, Salaxana burada şeyə deyilir də, bir növ orada ətləri kəsib asırlar yer. Cəlladlar olur. Bax o yerdə də elə adını da o tip veriblər. Sallaxana qayasına gəldi. Gördü ki, Təpəgözün arxasını günə verib yatır. Öz belini çəkib bir ox çıxartdı. Deməli burada Təpəgözün olduğu yer bizə məlum oldu. Sallaxana qayası idi. Təpəgöz çiyninə bir ox vurdu. Deməli, Təpəgözə vurduğu oxun nəticəsində qocalar dedi: bu yerin milçəyi. Deməli, Təpəgöz bu oxu milçəyə bənzədirdi. Basat bir də atdı, o da parçalandı. Bir parçası Təpəgözün qabağına düşdü. Artıq Təpəgözün qabağına düşəndən sonra Təpəgöz bilir ki, bu oxdur. Sıçrayı yerindən baxır, Basadı görür, əlinə çalıb başlayır gülməyə ki, belə balaca adam məni öldürə bilər. Qocalara dedi, Oğuzlardan bizə yenə yeməli yetişmiş quzu gəl. Bax, yenə deyirsə, deməli bundan əvvəl də Oğuzlar bunun üzərinə hücum edibdi və onların hamısını yeyibdi. Basadı qabağına atıb tutdu, boğazından yapışıb dedi, ay qocalar, günorta bunu mənim üçün şiş kabab eləyin yeyim. Yenə yuxuya getdi. Basat deyir ki, ay qocalar, bunun ölümü nədədir? Onun ölümünü soruşur. Qocalar onun ölümünün nədən olduğunu bilmirlər, amma gözünün ətdən olduğunu deyirlər. Deyir, amma gözündən başqa hər yerində ət belə yoxdur. Basat Təpəgözün başı ucuna gəldi. Göz qapağını qaldırdı, baxdı, gördü ki, gözü doğrudan da ətdəndir. Dedi, ay qocalar, süngünü, bax qılıncla yoxa, süngünü gözünə sancırdı. Bu hissələr əsasdır. Hər dəfə demək istəmirəm ki, əsasdır, əzbərləyin. Süngünü ocağa qoydu qızsın. Süngünü ocağa saldılar, qızardı. Basat əlini aldı, Gözəl Məhəmmədə salavat çəkdi. Təpəgözün gözünə elə sancdı ki, süngünü. Təpəgöz elə nərə çəkdi ki, elə haykırdı ki, daş əks-səda verdi. Basat sıçradı mağaraya, qoyunların içinə düşdü. Deməli, uşaqlar mağaraya girir, birinci süngü ilə onun gözü çıxarır. Sonra mağaraya. Təpəgöz bildi ki, Basat mağaradadır. Təpəgözün özü bilir. Mağaranın qapısında durub, bax düşünün, bu Təpəgözdür. Təpəgöz mağaranın qapısında bir ayağını belə, bir ayağını bura. Burada mağaradır da, qapıdır. Çünki oradan hər çıxanda qoyunlara əl vuracaqdı. Mağaranın qapısında durur, bir ayağını qapının bir yanına, birini də digər yanına qoydu. Dedi, ay qoyunlar, bir-bir gəlin, keçin. Biri-bir gəlib keçdilər. Hər birinin başını sığalladı. Toğlu qoç, gəlin, keçin. Bir qoç yerindən qalxdı, buynuzlayıb irəli cumdu. Basat bir anda qoçu basıb kəsdi. Və burada Basadın qoçu basıb kəsməsi, heyvan dərsinə girməsi ağıllı uşağın nağılında da var idi ki, Əhməd də çobanlarına öz qoyunlarını kəstirmişdi, onun dərisində idi. Bax, oxşarlıq düşə bilər. Dərisini çıxartdı, quyruğu ilə başını dəridən ayırmadı. Deməli, bax, quyruğunu da saxlayır qoyunun, başını da saxlayır. Çünki əsl qoyuna oxşasın. Dərinin içinə girdi. Basat Təpəgözün önünə gəldi. Təpəgöz bildi ki, Basat dərinin içindədir. Çox bilmişdi ha. Basat qoçun başını Təpəgözün əlinə uzatdı, bilərəkdən. Təpəgöz qoçun buynuzundan bərk tutdu. Qaldıranda buynuzla dəri əlində qaldı. Basat Təpəgözün ayaqları arasından sıçrayıb çıxdı. Təpəgöz buynuzu götürüb yerə çırpdı. Dedi, oğlan qurtuldum. Basat deyir, Tanrım qurtardı. Təpəgöz dedi, ay oğlan, al bu barmağımdakı üzük. Deməli, ikinci məsələ nə olur? Üzük. Birinci mağara, ikinci məsələ üzük olur. Sənə ox və qılınc kar eləməsin. Basat üzüyü alıb barmağına keçirdi. Təpəgöz dedi, oğlan, üzüyü alıb taxdın. Basat deyir, taxdım. Və burada Basatın üzüyü taxmasına yer verilir. Təpəgöz Basatın üzərinə atılıb xəncərlə vurub kəsdi.
Basat sıçramaq istəyəndə gördü üzük yerə düşdü. Təpəgözün ayağı altına düşdü üzü. Təpəgöz dedi, qurtuldum. Basat dedi, Tanrım qurtardı. Yenə də qurtuldu. Təpəgöz dedi, oğlan, o günbəzi görürsən, bu günbəz məsələsi olur. Deyir, o günbəzdə dedi, görürəm. Deyir, mənim xəzinəm oradadır. Get onu möhürlə ki, yapaqlı qoca ilə bunlu qoca onu götürməsinlər. Güya bunun başını aldadır. Əslində qocaların o qızıllarda gözü də yoxdur. Basat günbəzin içinə girdi. Gördü qızıl, gümüş yayılıb. Təpəgöz dedi, indi elə vurum ki, günbəzlə bir yer darmadağın olasan. Basat la ilahə illallah deyəndə, Məhəmməd Rəsulullah deyəndə 7 yerdən qapı açılır. 7 yerdən qapı açıldı. Basat qapıların birindən çıxdı. Burada əfsanəvi boydur. Bax görürsüz, əfsanədə onu deyən kimi 7 yerdən qapının açılması. Bir dənə yazım. Əfsanəvi. Təpəgöz dedi, oğlan qurtuldum. Basat deyib, bəli, qurtuldum. Təpəgöz dedi, sənə ölüm yoxdur. O mağaranı görürsən. Orada 2 qılınc var. Sonda isə qılınc məsələsi olur. Biri qınlı qılınc, digəri qınsızdır. Mənim başımı o qınsız qılınc kəsər. Get götür, mənim başımı kəs. Təpəgöz öz ölümünün nədə olduğunu deyir. Güya bunu yalan deyir ki, o qılınca əl vuranda özü elə orada gəbərsin. Amma Basat da ağıllı idi axı. Basat mağara qapısına getdi. Gördü bir qınsız qılınc durmadan enir, qalxır. Ehtiyatla öz qılıncını çıxardı, qarşısına tutdu. Basatın öz qılıncı 2 para oldu. Dedi, yəni öz əlini vursaydı Basat 2 para olacaqdı. Getdi bir dənə ağac gətirdi, qılıncın qabağına tutdu. Onu da 2 para elədi. Aha, Basat başa düşdü ki, buna əl vurmaq olmaz. Sonra yayını əlinə aldı. Oxla o qılınc asılan zənciri vurdu. Qılınc düşüb yerə batdı. Həmin qılıncın dəstəyindən də yapışdı. Bərk tutdu. Gəlib dedi, ay Təpəgöz, necəsən? Təpəgöz dedi, ay oğlan, yenə ölmədin. Basat dedi, Tanrım qurtar. Təpəgöz dedi, sənə ölüm yoxdur. Təpəgöz söyləmiş, görək nə söylədi. Gözüm, gözüm, yalnız gözüm. Yalnız gözlə mən Oğuz yurdunu əsir etdim. Bax, Təpəgöz elədiyi əməlləri bir-bir say. Ala gözümünü ayırdın igid məni. Şirin candan ayırsın Tanrı səni, qarğış eləyir. Belə ki, mən çəkirəm göz dərdini, heç igidə verməsin Tanrı bu günü. Deyə düşmənimə də verməsin gözlərini. Təpəgöz yenə dedi, hardan gəldin igid, yerin nə yeridir, adın nədir? Basat dedi, Təpəgözə söyləyir, axırda söyləyir, imtahanda düşər, əvvəldə söyləyir, yanlışdır. Deməli, Basat gün ortacıdan gəlmişdir. Təpəgöz də salaxanadaydı. Artıq bunu eşidəndə və Arız oğlu Basadam deyəndə Təpəgöz deyir ki, biz süd qardaşıyıq da, səninlə bir böyümüşük. Ay zalım, ağsaqqallı atamı ağladıb, ağbirçəkli qoca anamı inlədib, doğma qardaşım Qıyan Səlcuqu öldürmüsən. Gəlinini dul etmisən, ala gözlü uşaqlarını yetim qoymusan, böyük iti polad qılıncımı çəkməyincə, qaftalı papaqlı başını kəsməyincə, al qanını yer üzünə tökməyincə, qardaşım qıyanımın qanını almayınca, qoyaram mı sağ qalasan, qoymaram. Təpəgöz bir daha söylədi, ağsaqqallı qocaları ağlatmışam, bax elədiyi əməlləri deyir, ağsaqqalın qarğışı mı tutdu məni, ağbirçək qarıları da ağlatmışam, onların göz yaşı mı tutdu məni, bu yeri tərləmiş cavanları da çox yemişəm, cavanlıqlarımı tutdu məni. Əlləri xınalı qızcığazları yemişəm, ovucuları qarışları tutdu ola gözümsən. Belə ki, mən çəkirəm gözümün göynəməyini, heç kimə verməsin Allah göz yuşunu, göz qəmini. Gözüm gözüm, ay gözüm, yalnız gözüm. Basat hirsləndi, yerindən durub gəldi. Təpəgözə nərdəvə kimi dizi üstünə çöktürdü. Təpəgözün öz qılıncı ilə boynuna vurur, başını yayın kirişinə taxdı. Yayın kirişinə taxır, başını da götürür, kəlləsini. Sürüyə-sürüyə mağara qapısına gəlir. Basat bunlu qoca ilə yapaqlı qocanı Oğuz elinə muştuluqçu göndərir. Onlar ağboz atlarını minib çapırlar. Qalın Oğuz elinə gedirlər. Bəs Aruza muştuluq xəbərini kim gətirir? Çapar gətirirdi. Ona Basatın sevinç xəbərini verir, muştuluq oğlun Təpəgözü öldürdü. Oğuz elinə bunlu ilə yapaqlı aparır, Çapar isə Aruza aparır. Qalın Oğuz bəyləri yetişdi, Salaxana qayasına gəldilər. Təpəgözün başını ortaya gətirdilər. Dədə Qorqud gəlib şadlıq havası saldı. Mərd igidlərin başına nə gəldiyini dedi, danışdı. Eləcə də Basata xeyir-dua verdi. Qaradağa yetəndə sən keçid versin. Aşqın daşqın sular keçəndən keçid versin. İgidlikdə qardaşının qanını aldın. Qalın Oğuz bəylərini fəlakətdən qurtardın. Görürsüz, şeirə oxşamır da, burada nəzm, nəsir fərqlənmir. Qadir Allah üzünü ağ etsin, Basat. Sizə də xeyir dua verək. Ölüm gəldiyi ki, sizi pak imdaddan ayırmasın. Günahınızın adı Əziz Məhəmməd Mustafaya bağışlasın xanı. İndi gəlin, Basatın Təpəgözü öldürdüyü boyla bağlı təhlil hissəyə baxaq. Deməli, Təpəgözü öldürdüyü boyda bu boy 8-ci boydur. Və burada əfsanəvi xarakter daşıyır. Deməli, 2 boydan biridir. Deməli, bu 2 dənə burada əfsanəvi boy var idi. Bu da 1-ci boydur ki, əfsanəvi xarakter daşıyırdı.
Bu boyda Bayandır xanın həm adı çəkilir, həm də özünün iştirakına yer verilir. Buyur sənin olsun deyir. Deməli, Aruzun yolda düşüb qalan oğlunu nə bəsləyir? Bəli, şir bəsləyir, onu böyüdür. Basadın qardaşının adının Qıyan Səlcuq olduğunu kim deyirdi? Bəli, Dədə Qorqud deyirdi. Basadı ilk tapan kim olurdu? Basadı ilk tapan. Bəli, İlxıçı olurdu, gəlib Oğuz elinə deyirdi. Bəs yaxşı, Təpəgözü ilk görən adam kim olurdu? Təpəgözü. Bəli, Sarı Çoban. Sarı Çoban onu görür, amma əl vurmurdu. Sarı Çobanla Qarda Çoban başqa obrazlardır. Bəs kimdən əvvəl köç eləməzdilər? Bəli, Sarı Çobanla. Sarı Çoban onu harda görürdü? Uzunbulaq adlı yerdə görürdü. Qorxub geri çəkilir. Bəs yaxşı, Təpəgözü ikinci görən kim olur? Bayandır xan olurdu. Bayandır xanın elə özü olurdu. Bəs yaxşı, Aruz Basadı sonra isə kimi oğulluğa götürürdü? Bəli, Təpəgözü oğulluğa götürürdü. Daha sonra Aruz niyə onu evdən qovur Təpəgözü? Çünki insanlara ziyan vurur, dayələrin yeyirdi, canlarını alırdı. Bəs Təpəgözü niyə qılınc batmırdı? Nə eləmişdi? Bəli, Pəri anası onun barmağına bir dənə üzük taxmışdı. Həmin üzük nəticəsində onun barmağına, ümumiyyətlə onun bədəninə qılınc batmırdı. Təpəgöz özünə harada məskən salmışdı? Salahxana. Təpəgöz quldurluqla məşğul idi. Dağa çəkilmişdi, fikri düzdür? Bəli. Təpəgöz neçə adam istəyir? 60. Amma Dədə Qorqud deyir 2 adamla neçə qoyun verək? 500 qoyun verək. Bəs yemək bişirməyə kimi göndərir? Bunlu qoca. Bir də kimi göndərir? Yapaqlı. Sonra bəs yaxşı, Qıyan Səlcuqun ölümü döyüşdən gələn Basada deyən kim olurdu? Qapaqan kişinin arvadı. Qapaqanın arvadı gəlirdi. Onun dilindən biz nə eşidirik? Deməli, Qapaqanın arvadı deyir ki, Qazana zərbə vurdu, 7 dəfə bizi sürgün elətdirdi, Oğuz igidlərini şikəst qoydu, Aruza qan qusturdu, qardaşını öldürdü. Bunların hamısını Qapaqanın arvadı deyirdi. Təpəgözün döyüşə girdiyi obrazlar. Təpəgözə döyüşə girib məğlub olan kim idi? Bax, Aruz idi girir, sonra Qazan idi girir. Bir də Qaragünə obrazı. Qaragünə obrazı idi ki, Təpəgözlə döyüşə girmişdi, amma bundan məğlub olmuşdu. Yaxşı, bunları yadda saxlayın. Bu üç obrazda döyüşə girir. Basat Təpəgözü haradan olduğunu deyil. Günortacı. Bu əsərin sonuydu. Yaxşı. Təpəgöz sonda Basatla süd qardaşı olduğunu bilirmi? Bəli, bilir. Deməli, Təpəgöz Basadı öldürmək üçün əl atdığı tədbirlər hansılar olur? Deməli, birinci qoyunların arasına qoyun məsələsi olur. Sonra üzük məsələsi olur. Sonra xəzinə məsələsi, ən sonda qılınc məsələsi olur. Amma hamısından qurtarır. Hansında 7 qapıdan qapı açılırdı? Günbəzdə. Günbəz qızıl idi. Üzüyü taxırmı? Bəli, taxır. Amma qılınc çalanda üzüyü fırlanır, düşür. Qoyun dərisinə necə girirdi? Bir qoyunu kəsirdi. Bu da ağıllı uşaqda da var idi. Basat bütün sınaqlardan kimin köməyi ilə qurtarırdı? Bəli, deyir, məni Tanrım qurtardı. Bəs Təpəgözü qınlı qılınc yoxsa qınsız qılıncla öldürmək olardı? Bəli, qınlı yoxsa qınsız qılıncla. Bəli, qınsız qılınc onu öldürəcəkdi. Oğuz elinə muştuluq aparan kim idi? Bunlu qoca ilə yapaqlı qoca. Bəs Aruzun özünə muştuluq aparan nə idi? Kim aparır? Bəli, atlı aparır, çapar. Bunlar ayrı idi. Bəs yaxşı, dastanda qardaş obrazları var idi. Basadın qardaşının adı nə oldu? Qıyan Səlcuq. Bəs Qazan xanın qardaşının adı nə oldu? İkisi də məğlub olmuşdu Təpəgözə. Bəli, Qaragünə. Daha sonra burada bu qədər. Ümid edirəm ki, başqa bir şey düşməyəcəkdir. Sağ olun, salamat qalın.